Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vel adiyati dabha, fel muriyati qadha, fel mughirati subha, fe eserne bihi neg'a, fe vasatna bihi cem'a. İnnel insane li rabbihi lekanud ve innehu ala zalika leşehid. وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ وَحُصِّلَ مَا فِي الصُّدُورِ إِنَّ رَبَّهُمْ بِهِمْ يَوْمَئِذٍ لَخَبِيرٌ Sadaqallahul azim. Əziz dostlar, bu dəfəki mövzumuz Quran-ı Kərimin Adiyat surəsidir. Adiyat surəsi Quran-ı Kərimin 100-cü surəsidir. Adiyat, sürətlə qaçan atlar deməkdir. Məkkə dövründə nazil olmuşdur. Ümumiyyətlə, daha əvvəlki mövzularımızdan da qeyd eləmişdik ki, Məkkə dövründə nazil olan surələrin başlıca xüsusiyyəti insanları əxlaqi keyfiyyətlərə dəvət etmək, əxlaqi davranışlara dəvət etmək, onları iman və axirət barəsində, peyğəmbərlik barəsində onları xəbərdar etməkdən ibarətdir. Mövzularına əsasən bu məsələlər təşkil edir. Və üslub etibarı ilə də daha çox bədii bir üslubdan istifadə olunur. Biz bunun ən yaxşı nümunələrindən birini Adiyat surəsində görürük. Əgər diqqət etdinizsə, surənin əvvəlində oxuduğum ayələrin bir-biri ilə necə qafiyələnməsi, bir-biri ilə necə uyğun gəlməsi də bunu göstərir. Sanki bir şeir formasında, ədəbi bir formada, təsir edici bir formada insanlara xitab edir. Əvvəlcə biz surələr haqqında, surələri öyrənərkən onların mövzularına diqqət etməliyik. Bunu daha əvvəlki surələrin təfsirlərində də gördük. Bu surənin başlıca mövzularını qeyd etməli olsaq, burada əvvəlcə Allah-u Teala antla başlayır. Bu antların nələrdən ibarət olduğunu indi ayə-ayə izah edərkən deyəcəyik. Daha sonra insanın yaradılışında olan bir nöqsandan, onun nankör olmasından bəhs olunur və insanın özünün buna şahid olmasından bəhs olunur və daha sonra qiyamət səhnələrinə keçilir. Yəni qiyamətdə hər şeyin ortaya çıxdığı bir anda insanın bu əməllərinin də ortaya çıxacağı, eyni zamanda Allahın bunlardan xəbərdar olduğu bu surənin əsas mövzusunu təşkil edir. Biz qısaca bu surələri, daha doğrusu ayələri tək-tək təfsir etsək, daha aydın mövzular daha aydın şəkildə başa düşüləcək. İlk ayədə وَالْعَادِيَاتِ ضَبْحًا Adiyat sürətlə qaçan atlar deməkdir. وَالْعَادِيَاتِ ضَبْحًا Dabhan sözü isə tövşiyə-tövşiyə, nəfəs-nəfəsə atlar sürətlə qaçdığı zaman onların burunlarından çıxan ki, o nəfəs var, tövşiyə-tövşiyə bir səs çıxararaq ki, hərəkət edirlər, o səhnəni təsvir edir. Burada müfəssirlərin əksərinin görüşünə görə bu səhnələrdə əsasən mücahidlərin Allah yolunda mübarizəyə atılmaları, savaşa atılmalarını göstərən bir səhnədir. Səhnə həqiqətən o qədər gözəl və təfərrüatlı təsvir olunub ki, oxuduğunuz zaman sanki səhnə gözünüzün qarşısında canlanır. وَالْعَادِيَاتِ ضَبْحًا Nəfəs-nəfəsə, tövşiyə-tövşiyə qaçan atlara and olsun. وَالْمُورِيَاتِ قَدْحًا Onlar qaçdıqları zaman ayaqlarından qığılcımlar çıxar, qığılcımlar saçan atlara and olsun. فَالْمُغِيرَاتِ subha Sabah vaxtı, səhər tezdən basqın edən atlara and olsun. Bunlar hamısı atların bir baxıma sifətləridir. Həmin o savaşa gedən atları təsvir etmək üçün olan ifadələrdir. Adət bu idi ki, gecədən hazırlıq görürlər və sabaha yaxın düşmən üzərinə basqın edilərdi. Ona görə də fəl-muğirati subha sabah sübh vaxtı basqın edən atlara and olsun. Və əsərnə bihi nəq'a onunla birlikdə
tozu dumana qatan atlara and olsun. Fəvasatnə bihi cəm'a, bir topluluğun, bir dəstənin ortasına dalan, özlərini bir dəstənin ortasına vuran atlara and olsun. Bütün bunlar antlardır. Həmin o səhnəni mücahidlərin, Allah yolunda döyüşə gedənlərin, savaşa gedənlərin girişdikləri o səhnə və orada atların necə dəyərli, savaşda dəyərli bir vasitə olduğunu anlatmaq üçün Allah burada həmin atlara and içərək sözə başlayır. Bura qədər olan anddan sonra andın cavabı gəlir. Cavab hissəsi nədən ibarətdir? Allah bu qədər ki ifadə elədi, bundan sonra bir şey deyəcək. O şey nədir? İnnel insane li rabbihi lekanud. Həqiqətən insan Rəbbinə qarşı nankordur, çox nankordur. Ayədə 2 dənə təkid ifadəsi var. Burada innə və lekanud ifadələri, kənud sözü nankor deməkdir. Onun qarşısındakı ləmi təkiddir, təkid ədatıdır. Yəni mənanı daha da qüvvətləndirmək üçündür. Yəni insanoğlu həqiqətən Rəbbinə qarşı çox nankordur. Rəbbinin ona bəxş etdiyi nemətləri, ona verdiyi lütfləri görməzdən gəlir və onu haqqı ilə yerinə yetirmir. Rəbbinin ona olan lütflərinə haqqı ilə cavab vermir. Bu baxımdan insan nankordur. Və innehu alə zəlikə ləşəhid. Və o həqiqətən buna özü də şahiddir. Yəni insanın vicdanı Allahın ona verdiyi nemətlər qarşısında insanın özünün necə davrandığını ölçə biləcək xüsusiyyətə sahibdir. Yəni insan özünün Allaha qarşı nankor olduğunu, yəni nankor insanlardan söhbət gedir, nankor olduğuna özü də şahiddir, özü də bunu bilir. Və innehu li hubbil xayri leşədid. O mal sevgisinə, mal dövlət sevgisinə qarşı hərisdir, şiddətlidir. Yəni dünya malını əldə etmək üçün, onu yığıb saxlamaq üçün həddindən artıq şiddətlidir. Bu sevgisi onun şiddətlidir, hərisdir. Dünya malına qarşı hərisdir, dünya malını həddindən artıq çox sevir mənasındadır. Bəs yaxşı, bunların axirətdəki nəticəsi nə olacaq? Əfələ ya'ləmu izə bu'thira mə fil qubur. O bilmirmi ki, qəbirdəkilər ortaya çıxacağı zaman, yəni insanlar qəbirlərindən diriləcəkləri zaman, bu nəyi ifadə edir bizə? Axirət gününü ifadə edir. Axirət günü insanların qəbirlərindən çıxıb hesab verəcəkləri günü ifadə edir. O bilmirmi ki, insanlar, daha doğrusu qəbirlərdən çıxacaqları zaman və hussilə mə fissudur, qəlblərdə olanlar, kökslərdə olanlar, sinələrdə olanlar ortaya töküldüyü zaman, hasil olduğu zaman, ortaya çıxdığı zaman, əslində buradakı məna insanlar üçün ortaya çıxmaqdır. İnsanlar üçün bu daxildə gizlənilən xəbisliklərin, pisliklərin insanlar üçün ortaya saçılmasıdır. Yoxsa Allah bunların hamısını əvvəldə də bilir. Allah insanların qəlblərini biləndir. Həmin gün İnnə rabbəhum bihim yevmə izil ləxabir. Allah həmin gün onlardan xəbərdardır. Onların etdiklərindən xəbərdardır. Onların niyyətlərindən xəbərdardır. Ayə, daha doğrusu surə bu ayə ilə tamamlanır. Ümumi olaraq surənin ümumi məzmununa bir daha diqqət yetirsək, görürük ki, Allah burada bir tərəfdən Allah yolunda mübarizə aparan insanların və vasitələrin dəyərinə and içərək söhbətə başlayır. Ondan sonra insanın nankor olduğunu və özünün buna şahid olduğunu qeyd edir. Daha sonra isə qiyamət günü insanların qəbirlərdən çıxacaqları zaman, qəlblərdə olanın ortaya töküləcəyi zaman, hər şeyin gün kimi aydın olacağı bir vaxtda Allahın insanların etdikləri bütün əməllərdən xəbərdar olduqları və bunların qarşılığını Allahın mütləq şəkildə verəcəyi surədə bildirilir.